Burada ben hamını salamlayıram. Salamünaleyküm. Azərbaycan xalqı baxsı görsün ki, bu qazilərə 32-ci məhəllədə tikilən bu evlərin yollar nə vəziyyətdədir. Bir dənə yağış kəsdi, bir həftədən çoxdur, hələ də yol lığdır, palçıqdır. Gedib gələnmirik. Yol nə vəziyyətdir. Bizə bu Yelvar rayonunun icrasından kömək eləyən yox. Yollar pis vəziyyətdə. Bura gətirib bir 5-6 kamaz yığırlar, aparıb satırlar. Bu yola gətirib bir 5-6 kamaz bu Graveldən asfalt qazıldı nə qədər yel vaxtda. Su çəkildi. Onlardan gətirib bir 3-4 kamaz töksəydim, buralar yaxşı olardı. Gətirib tökən yoxdur, hamısını satırlar. Onu bu qazırsan, onu aparıb satdığını gətirib 3-4 kamazı bu qazilərin bu qapısının ağzına tökdə bu yola. Demirəm mənim məhəlləmə tök. Yolu düzəldin də. Bunlar hara baxır, nağarırlar. Nə bir iş görürlər. Biz hara gəldik, çıxdıq. Buna görə 3 il yarım bu can qoydum. Cəmi 5 il yarım mənim bayını biletimdə slujvam var. 2 il Rusiya, 3 il yarım burada bu Azərbaycan torpağında. Ki gəlim 3 il yarım orada da, döyüşdə də, sudallıqda yaşa. O vaxtı 92'lərdir, 90-cı ildə. İndiki zamanında 21-ci əsr nə deməkdir? Görürsünüz nə vəziyyətdəyik. Nə deyim mən? Bizim bu cənab prezidentimiz üçün Allah canını sağ eləsin. Tikdirdi, verdi, bu tikən şirkətdir, hökumətimizdir. Allah hamısının canını sağ eləsin. Başdan cənab prezidentimiz olmaq şərtində. Amma rayondakılar vallahi bu cəmaatın təmiz pis vəziyyətə salıbdır. Gəz suyumuz gəlir, gəz gəlmir, yollar nə vəziyyətdə. Nə deyim, bu söz tapamıram.